Sevinç kimi, keder kimi, bu hem sen isen, sen isen, hem de ben yan. Koşasın, titremesin, biri sensen, biri ben yan. Bir perdenin iki sensin, biri sen, sen yan. Koşasın, titremesin, biri sensen, biri ben yan. Bir perdenin iki sensin, biri sen, sen yan. Koşasın, titremesin, biri sensen, biri ben yan. Bir perdenin iki sensin, biri sensen, Sen yan, biri sensen yan. Biri sensen yan. Biri sensen yan. Biri sensen yan. Çox sağ olun, var olun. Mən müğənnilərimizə təşəkkür edirəm gözəl ifaya görə. Hörmətli məclis əhli, davam elətdirək. Hər bir ailədə, hər bir nəsildə böyüklərimiz var, babalarımız, nənələrimiz, ağsaqqallarımız, ağbirçəklərimiz. Allah Taala çox görməsin onları bizlərə. Təbii ki, dünyadır, zamandır, taleyin yazısı qismətdə var və heç kim bu dünyada daimi deyil. Və dünyasını dəyişənlərimiz də var böyüklərin içərisində. Mən bugün nəvə toyunda Şəmsəddin babaya, Zübeydə nənəmizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun böyüklərin. Məclisdən əvvəl hardasa günorta idi hələ. Pədimat nənə ilə əyləşdik, söhbət elədik. Ağbirçək ilə söhbətlərimiz oldu. Böyüklərlə danışanda insanın özü ucalır, özü müdrikləşir. Və nənənin xahişi oldu məndən ki, dedi ki, Arzu müəllim, mən məclisdən üzürlüyəm. Xahiş edirəm mənim adımdan, dilimdən, bizim Nazim bəyə, Rabinə xanıma ən gözəl arzularımı çatdır. Allah Taala onlara da imkan versin ki, baba olsunlar, nənə olsunlar. Bax, bu arzuları da mən burada deyirəm. Məclisimizdən nənəmizə göz aydınlığı verirəm, təbrik edirəm. Həmin arzu diləklərdən eyni zamanda Mahmud babadan bizə gəlib. Mahmud baba da özürlüdür. Xahiş edib ki, mən onun adından bura çatdırım arzuları, diləkləri. Mən də arzu edirəm ki, qoy baba, nənə xeyir duası bu ailənin üzərindən əski olmasın. Böyükləri Allah bizə çox görməsin. İnşallah nəvə toylarında görüşək yenə də. Hörmətli məclis əhli, çox gözəl, səliqə sahmanlı bir məclis yaşayırıq. Burada xeyli insanlar var. Başqa rayonlardan gələn qonaqlarımız da var. Bakıdan gələnlərimiz də var. Rusiyadan gələnlərimiz də var. Və bunların hamısının səbəbkarları valideynlərdir, atadır, anadır. Bu möhtəşəmliyi yaradan insanlar olardı. Və bugün məclisin yuxarı başında əyləşən o iki gənci yetişdirib, boya başa çatdırıb, cəmiyyətə təqdim edən insanlar da yenə valideynlərdir. Mən bir daha ataya, İbrahim qardaşımıza üz tuturam. Ona göz aydınlığı verirəm, təbrik edirəm. Ananı Cənnət xanımı salamlayıram, təbriklərimi çatdırıram. Arzularımı deyirəm ki, Allah Taala həmişə valideynləri övladdan sevindirsin. Rabinə xanımın atasına, Nadir qardaşımıza, ana Solmaz xanıma məclisdən təbriklərimi, salamlarımı ünvanlayıram. Göz aydınlığı verirəm hər birisinə. Və çox istəyərdim ki, ata-ananı bura dəvət edeyim. Yəni yeni başlanan həyat yolları qoy ata-ana xeyir duasından başlasın və belə davam eləsin. İbrahim qardaşımız yaxın gəlsin. Cənnət xanım zəhmət olmasa bura buyursun. Hər bir övlada şərəf, şöhrət ilə şan atadır. Başa tac, qəlbə fərə, təxt-i Süleyman atadır. Hörmətin saxla ginən daima aləmdə olun. Çünki övladı üçün
sahibi sultan atadır. İbrahim qardaşımız rayonda Eldobara tanınan hörmətli ailə sahibidir. İnşallah oğul da inşallah ona oxşar, elə gözəl ailə sahibi olar. Ananı xoş görmüşük, gözü aydın olsun deyirəm. Ey könül, nəğməmizin ilk sözü fəxr et, anadır. Yerlərə, göylərə, tarixlərə şöhrət anadır. Anamın incə, şirin laylasına, ay cəmaat qurban olun. Yeryüzündə əbədi ülvi bir məhəbbət var. O da anadır. Eşq olsun bütün analara. Cənab xanım bir daha təbrik edirəm. Mən gəlin gəlir demirəm, övlad gəlir. Qədəmi uğurlu, ayağı sayalı olsun inşallah. İbrahim qardaş bir xeyir dua istəyim səndən. Mən öz evladıma xoşbəxtlik arzulayıram. Yaşadığı ömrü sağlam yaşasın. Sağlamlıq arzulayıram. O cümlədən burada məclis əhlinin olanların hamısının subaylarına belə xoşbəxt günlər arzulayıram. Hamının uşağına evində xoşbəxtlik olsun. Toy saadəti olsun. Xoşbəxt olun. Xoşbəxt olsunlar. Bir-birini başa düşən olsunlar. Oğlu uşaqlı olsunlar. Bir alqışlar gəlir, əl çalırıq, Allah mübarək eləsin. Övladlar ayaq üstə qəbul elədi, eşq olsun onlara da. Mən bir gözəl oyun havalarından valideynləri dəvət edirəm, ailəni, qohumları dəvət edirəm. Buyurun, Allah mübarək eləsin. Canım benim, anam benim, benim anam, hay anam anam, anam benim, ne güzeldir anam benim, anam anam, anam benim, çok sevilen anam benim. Hoş günüme yola çatayım, taleyime nur saçatayım. Hoş günüme yola çatayım, taleyime nur saçatayım. Heyip kocalıma çatayım, anam benim, anam benim. Heyip kocalıma çatayım, anam benim, anam benim. Lalay diye diye tatlı, arzulara bir şaşırdım. Hara gitsen o yerden çıkaram ben yoluna. Yanılırım savunula, savunsan eşk oduna. Hara gitsen o yerden çıkaram ben yoluna. Bilmirəm necə düzüm, yoluna kalıp gözüm. Sana kurban olaram, arxamca gəlməm özüm. Gəzərəm hər diyar, taparam mən səni yar. Etmərəm səbri qərar, araram mən səni yar. Gəzərəm hər diyar, taparam mən səni yar. Süzərəm gizli gizli, taparam mən səni yar.
Çox sağ olun, var olun. Övlad toyunun gözəlliyini, şirinliyini yaşamaq doğrudan da çox böyük bir ucalıqdır. Hər bir insan üçün, hər bir valideyn üçün ülvi bir arzudur, istəkdir. Allah Taala bu arzunu, bu istəyi bütün subaylara qismət eləsin, valideynlərə qismət eləsin ki, o gözəlliyi yaşasınlar. Mən isə davam elətdirirəm. Hörmətli məclis əhliyim, belə bir deyim də var ki, ata kökdür, ana torpaq, oğul budaq, qız da yarpaq. Dünya canlı xalıdır, bax, insan onun ilməsidir. Gəlin ayırmayaq oğulla qızı, çünki oğul pirdir, qızsa sirdir. Oğul ürəkdir, qızsa diləkdir. Oğul bu dünyanın məhəbbətidir, qızsa Allahın əmanətidir. Biri yurda çıraqdır, biri evə qonaqdır. Oğlu qızdan ayırmaq Allah haqqı günahdır. Mən də növbət təbriklərimdə, sağlıqlarımda bacı qardaşlara üst tuturam. Bizim Nazim bəyin qardaşına Samirə, həyat yoldaşı Fatma xanıma göz aydınlığı verirəm ailəvi sağlıqlarında. Dəvət edirəm və xahiş edəcəm bura buyursunlar. Qardaş Elçini salamlayıram, sağlığını elan edirəm, göz aydınlığı verirəm, qardaşına xahiş edirəm buyursun. Bacını Zübeydə xanımı salamlayıram. Bugün qardaş toyunda bacıya xüsusi hörmətlə, diqqətlə göz aydınlığı verirəm. Allah mübarək eləsin. Xahiş edirəm bəyimizin də bacısı yaxın gəlsin. Eyni zamanda Rabinə xanımın bacı qardaşlarının sağlıqlarında mən Samrinin, Nazxanın bacının və Fərahimin sağlıqlarını elan edirəm. Hər birinə göz aydınlığı verirəm, təbriklərimi çatdırıram. Yəqin ki, bacı da iştirak edir, Nazxanım xanım, yəqin ki, buradadır bacı, mümkünsə əgər o da yaxın gəlsin, bura buyursunlar. Bacı qardaşlar yaxınlaşsınlar, arzu ilə, təbriklə, diləklə. Buyurun. Samir, zəhmət olmasa qardaş buyur, Fatma xanım buyursun. Elçin qardaşımız, Zübeydə xanım yaxınlaşsınlar. Qızımızın bacı qardaşlarından iştirak edənlər varsa xahiş edirəm, yaxın gəlsinlər. Allah xoşbəxt eləsin, oğullu qızlı olsunlar, can sağlığı, uzun ömür arzulayam. Allah xoşbəxt eləsin, Allah onlara uzun ömür, can sağlığı, gələcəkdə ailə səadəti arzulayıram onlara. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Bizim balaca bacını xoş gördük. Bura yaxın gəl Zübeydə. Ay, sağ ol. Buyur. Gör qardaşa nə deyirsən? Xoşbəxt olsunlar. Amin. Gözəl, gözəl arzulardır. Mən də təbrik edirəm, göz aydınlığı verirəm bizim bacı qardaşları, ümumiyyətlə cavanları, qızımızın bacı qardaşlarından xahiş edəcəm. Buyursunlar gözəl rəqslərlə. Allah mübarək eləsin. Göydə bici ulduz yanır, biri sən, biri mənə. Sevginin əsətindən iki aşıq yalqız qalır. Göydə bici ulduz yanır, biri sən, biri mənə. Sevginin əsətindən iki aşıq yalqız qalır. Biri sən, biri mənə. Biri sən isə, biri mən. Biri sən isə, biri mənə. Biri sən isə, biri mən. Göbül gülə nazı dilsə, biri sən, biri mən. Ulduz ayağı gözlü bilsə, biri sən, biri mən. Göbül gülə nazı dilsə, biri sən, biri mən. Ulduz ayağı gözlü bilsə, biri sən, biri mən. Eşk olsun. Bilsinə də iki ürək, biri sən, biri mənə. Ürəyimdə coşub daşıb şirin arzu, şirin dilək. Bilsinə də iki ürək, biri sən, biri mənə. Ürəyimdə coşub daşıb şirin arzu, şirin dilək. Biri sən, Biri mənə, biri sən isə, biri mən. Biri sən isə, biri mənə. biri sən isə, biri mən. Göbül gülə nazı dilsə, biri sən, biri mən. Ulduz ayağı gözlü dilsə, biri sən, biri mən. Göbül gülə nazı dilsə, biri Eşk sən, olsun. biri mən. Ulduz ayağı gözlü dilsə, biri sən, biri mən. Çağır məni sevgilim, gəl bugün gelirsən. Eşkimiz
eylesin göyden bizi, ay nuruna boyasın sevgimizi. Uçacak yıldızları bir bir sayar, bunalımlı geceden ayrılmayar. Yıldızlı akşamlar, yıldızlı akşamlar, akşamlar. Yıldızlı akşamlar, yıldızlı akşamlar, akşamlar. Yıldızlı akşamlar, yıldızlı akşamlar, akşamlar. Yarın beni gözler, yarın beni gözler, akşamlar. Görüşüme gelende gel yarım gülüyle, bilirem vururayım görüşe seninle. Görüşüme gelende gel yarım gülüyle, bilirem vururayım görüşe seninle. Yıldızlar seyrelesin göyden bizi, ay nuruna Bir bahçıvan olsun. bizi. Kuduranla resmi yalan para, dibetirem aymada, aşağı karma gacı hava. Bu yalan bu kuduran resmi yalan para, dibetirem aymada, aşağı karma gacı hava. Şakisana doludur, kaseyna dolu gelecek, girmetirem aymada, çakay kima gacı hava. Şakisana doludur, kaseyna dolu gelecek, girmetirem aymada, çakay gibi yalaka. Çox sağ olun, var olun. Cavanlarımızın çıxışının şahidi olduq. Bacı qardaş arzuları gəldi məclisə və davam elətdirəcəyik. Hörmətli qohumlar, qonaqlar, bugün toy məclisidir, toy günüdür, arzu istək günüdür, təbrik günüdür. Sevən, sevilənlərin şad, uca günləridir. Allah Teala bütün sevənləri, sevilənləri qovuştursun. Subaylarımıza inşallah qismət olsun. Mən də bizim Azərbaycanın çox məşhur şairlərindən birisinin sözlərindən təbrik eləmək istəyirəm və bu arzuları, bu diləkləri mən subaylara həsr edirəm ki, inşallah toyları olsun. O böyük şair hər sözü ilə bir gözəlin tərifini verir. Hər kəlməsindən tərif deyir. Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım, diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım, xudavəndim, cahandarım, əmrim, bəyim, xanım, Hicazım, Kəbə-bi Turim, behiştim, hur-i rizvanım. Allah Teala cəmi subaylara bu gözəlliyi, bu yanaşığa qismət eləsin. Hörmətli qohumlar, qonaqlar, əzizlərimiz, arzu, təbrik bir-birinin ardınca gəlir. Növbəti arzular, təbriklər bəyimizin əmisi, bibisi ailələrinə də artıq. Mən də bu sağlıqda Məhəmməd əminin adını çəkirəm. Buradan məclisimizdən salamlayıram, əmiyə göz aydınlığı verirəm. Çünki üzürlüdür, işlə əlaqədar iştirak edə bilmədi. Arzuları, təbrikləri çatdırdı. Bakıdan gələn təbriklərinə qoşuluruq əmi ailəsinin. Həyat yoldaşına, Salatın xanıma Allahdan rəhmət diləyirəm mən. Qızı, əmi qızı Türanə xanım iştirak edir. Həyat yoldaşı Anar qardaşımız. Xoş gəlib, səfa gətiriblər. Təbrikləri, arzuları gətiriblər bizə. Mən ailənin sağlığını elan edirəm. Sədrəddin əmmimizə göz aydınlığı verirəm. Həyat yoldaşı Nargilə xanımla ailənin sağlıqlarıdır. Övladların sağlıqları elan olunur. Samirə xanımın, həyat yoldaşı Fərhad qardaşımızın, Ruslanın hər birisini təbrik edirəm. Mən Sabir əmmimizə üz tuturam. Yenə də arzu ilə, təbriklə, diləklə həyat yoldaşı Mehriban xanıma göz aydınlığı verirəm ailəyə. Övladların sağlıqlarında Elvinin sağlığıdır. Aygün xanımın həyat yoldaşı Famil qardaşımızın ailəvi sağlıqlarıdır. Qərənfil xanımın sağlığını elan edirik. Ailənin qudasına Məhəmməd qardaşımıza xoş gəlmisiniz deyirəm və ailəvi sağlığında təbrik edirəm. Bibi ailələrimiz, ayırmırıq, əmi, bibi, bacı, qardaş ailələridir. Bibi ailələrində mən Samrat xanıma, həyat yoldaşı Burhan qardaşımıza göz aydınlığı verirəm, təbrik edirəm. Övladların sağlıqlarıdır, Şahin qardaşımızın,
Vüqarın ailəvi sağlıqlarıdır. Gülmira xanımın həyat yoldaşı xanlar qardaşımızdan ailəvi sağlıqlarıdır. Ailənin qudalarına mən xoş gəlmisiniz deyirəm. Abdullah qardaşımıza, Dibirə, Seyidova, hər birinin özlərinə, ailələrinə göz aydınlığı verirəm. Nəzmiyyət bibini salamlayırıq. Həyat yoldaşı Molla İsa qardaşımızla birgə ailəvi sağlığında təbrik edirəm. Övladların sağlıqlarında Arzumanın sağlığını elan edirəm. Asimanın sağlığını elan edirəm. Asimanın gələn təbrikləri var. Telefon zəngləri var. Öz üzürüdür qardaşımızın. Hərbidə xidmətdədir və buna görə iştirak edə bilmir. Hamı bilir, hərbinin özünün qayda qanunu var. İstəklə, arzu ilə deyil və biz də Asimanın bu arzularına qoşuluruq. Buradan məclisimizdən göz aydınlığı verirəm, təbrik edirəm mən. Bizim bəyimiz özü də hərbiçidir, ona görə yaxşı bilir ki, hərbidə biraz adam istədiyi vaxt çıxa bilmir. Mən xahiş edirəm əmi bibi ailələri, bura buyursunlar, yaxın gəlsin qohumlarımız. Buyurun. O yalancı iller güne değmezmiş. Sədrəddin əmi, Sabir əmi, Gül verdiği, bibi ailələri. Güle değmezmiş. İçimde çağlayan sele değmezmiş. Eyüp o sevgiye, o mehabbete. Allah xoşbəxt eləsin, qoşa qarsınlar. Mən qardaşım oğluna Allah xoşbəxt olsun, ailə saadəti olsun ya Rəbbin ola. Uzun ömür can sağ olsun. Allah xoşbəxt eləsin, qoşa qarşısına qoy nə eləyim deyən günü Allah göstərməsin. Mən bayaq öz arzularımı demişəm. Bir daha deyirəm, ürəkdə arzular aşıb daşır. Qardaşım oğlu Nazimə uşaqların içində hamını çox istəyirəm. Onun xətrini daha çox istəyirəm. Çünki mənim atama oxşayır. Allah səni xoşbəxt eləsin. Oğullu, uşaqlı olun. Necə orada şirin, mehriban bugün oturmuşsunuz. Axıra kimi bir yastıqda qarıyasınız. Nə qarım, nə ineyim deyən gün Allah Teala sizə göstərməsin. Allah sizi xoşbəxt eləsin. Mən özümə, öz balama nə arzulayıramsa, sən də mənim balamsan. Sana da onu arzulayıram. Allah səni xoşbəxt eləsin. Sağ olun. Eşq olsun. Bəlkə qohumumuzun təbriki var, sözü var. Buyur. Allah xoşbəxt eləsin. Oğlu qızlı olsunlar. İnşallah bu balacaların da xeyir işini, toyunu görməyə Allah qismət eləsin. Bir gözəl oyun havaları maestro, əmi bibi ailələri üçün. Saçlarımı daradı, əsən külər yanır. Kimsə məni çağırır, bəlkə yandan xəbər var. Saçlarımı daradı, əsən külər yanır. Kimsə məni çağırır, bəlkə yandan xəbər var. Yolda qoyub gözümü, incidirsən özünü. Keçəlim gücüm daha, Ardan aldım bezini. yolda qoyub gözümü, incidirsən özünü. Keçəlim gücüm daha, Ardan aldım bezini. məhəbbətin Günə bənzər. Sevən ürəkdən səni görsən. Geyib küsüb mənlər, dolanıb gəzir dillər. De xəbər alım kimlər, bəlkə yardan xəbər var. İnciyib küsür məndən, Dolanıb gəzir dillər. De xəbər alım kimlər, bəlkə yardan xəbər var. Ayrılıq səbir kəsir, daha düzdürən nəsli. Dinləyir bu nəsəsi, bəlkə yardan xəbər var. Ayrılıq səbir kəsir, daha düzdürən nəsli. Dinləyir bu nəsəsi, bəlkə yardan xəbər var. Yolda qoyun gözümü, incidirsən özümü. Keçəlim gücüm daha, Ardan alın gözümü. Yolda qoyun gözümü, incidirsən özümü. keçəlim gücüm daha, Ardan alın gözümü. məhəbbətin gülə bənzər. Sevən ürək
haber alın kimden? Belki hayattan haber var. İnciyim küsüm benden. Dolanır gezir yerlerde. Ne haber alın kimden? Belki hayattan haber var. Yine geldi yazanları. Bülbülgüle naz eyleyin. Yine geldi yazanları. Bülbülgüle naz eyleyin. Sevirəm sözün demeye, sevirəm sözün demeye. Dudak dilə naz eyleyin. Bir dudağa naz eyleyin. Naz eyleyin, naz eyleyin. Dudak dilə naz eyleyin. Çelen taşan olmuşam, yüreği aldan olmuşam. Gönül yarcan olmuşam, gönül yarcan olmuşam. Zalim oğlu naz eyleyin, bile bile naz eyleyin. Naz eyleyin, naz eyleyin, bile bile naz eyleyin. Kop yaşamazdı yana, ağ üstünden giyse para. Ersi göçü olanlara, özlensiz olanlara. Alda bir düş, alda bir, alda bir düş, alda bir, alda bir düş, alda bir. Bebek kimi ötme için, bebek kimi ötme için. Hesabına yetme için, hesabına yetme için. Yer yarına git.